Ötən əsrin əvvəllərində öz vətənində Çar Rusiyasının qərarları ilə yaşamağa məcbur olan hər bir Azərbaycanlı öz istedad və bacarığını gizlin və aşkar yollarla millətinin maariflənməsinə və inkişafına yönətməyə çalışırdı. O qorxmurdu nə ölümdən, nə də sürgündən. Xalqın öndə gedən simaları yaxşı bilirdilər ki, millət kimi əsarətdən qurtulmanın ən real yolu maariflənmə və özünü dərklə reallaşa bilər. Belə bir deyim var. Hər hansı bir milləti məhv etmək istəyirsənsə, onun əlifbasını, dilini əlindən al. Mirzə Fətəli Axundovdan üzü bəri dəfələrlə dəyişdirilən, tətbiqinə ciddi maneələr törədilən əlifbamız nəhayət ki, ötən əsrin ilk 10 illiyində böyük xeyriyyəçi, folklorşünas, maarifçi Mirzə Abbas Abbaszadə tərəfindən ilk milli əlifbamız olaraq yeni təkmilləşmə dövrünə qədəm qoyur. 1870-ci il, mart ayının 12-si, Gəncə özünün adi günlərindən birini yaşayırdı. Həmin gün Nizami yurdunun qədim Ozan məhəlləsində mütərəqqi fikirli, ruhani və məktəbdar ailəsində bir oğlan uşağı dünyaya gəlir. Ailə başçısı Molla Ələkbər Kərbəlayı və ömürgün yoldaşı Məşədi xanım ikinci övladlarının ad seçimində xeyli məsləhətləşirlər. Atası babalarının adından götürüb Abbas qoyur övladının adını. Bu elə bir dövr idi ki, Gəncə ən müxtəlif sahələrdə özünün canlanma mərhələsinə qədəm qoyurdu. Xüsusilə də milli oyanışda və maarifçi hərəkatında. Kiçik Abbas da bu yolun yolçusu olacaq və bu yola o, atası Molla Ələkbərdən güc alaraq başlayacaqdı. O da uşaqlar kimi plan içində böyüyübdü, amma mənim əmim keçmiş SSR-nin ən böyük mükafatına layiq olan Lenin ordunun Mehdi müəllim həmişə söylüyürdü ki, babası Mirzə Abbas haqqında deyirdi ki, çox göz açıq, barizə vaxtında şəkillər çəkən, cəmaatın içində seçilən bir uşaq olmuşdu. Mirzə Abbas Abbaszadə ilk təhsilini, ərəb, yəni fars dillərini öz atasından alıb və 4-5 il məşğul olandan sonra Gəncə mədrəsəsinə daxil olmuşdu. Gəncə mədrəsəsində o 7 il təhsil alıb və ərəb, fars və başqa fənlərə dərindən yiyələnmişdi. Və Gəncədə bütövlükdə ölkədə gedən bu maarifçi hərəkət, məsələn, Axundov, Mirzə Fətəli Axundzadə ideyaları, Abbas Qulaq Abbasxanov ideyaları, maarifçi hərəkət, Mirzə Şəfi Vazehin ideyaları, ondan sonra Əkinçi ideyaları və s. və ilaxır bu hərəkatın içində böyüyən, bu hərəkatın dalğasında, aurasında böyüyən bir gənc tezliklə təhsilini ki, ilk təhsilini də maraqlıdır ki, Molla Xanada alandan sonra Molla Xəlil Şeyx Zamanovdan, ondan sonra Molla Məhəmməd Axund Pişləmanzadə kimi qabaqcıl görüşdü, dövrünə görə çox savadlı, alim şəxslərindən sonra təhsilini davam elətdirdi, onlardan yüksək təhsil aldı. Sonralar özü Gəncədə müəllimliyə başladı. Mirzə Abbas bir il atasının açdığı məktəbdə müəllimlik edir. Nizami, Füzuli, Sədi və Hafiz kimi söz ustadlarının əsərlərini mütaliə edib İslam təfəkkürünə və şərq mədəniyyətinə yaxından bələd olur. Lakin o təkcə Azərbaycan və Gəncə mühiti ilə də kifayətlənmir. 1893-cü ildə dünyanı səyahət etmək qərarına gəlir. İran, İraq, Türkiyə kimi ölkələrdə olur. Xorasanda, Səmərqənddə ali ruhani şəxslərdən xüsusi dərslər alır. Və təbii ki, bütün bunlar onun dünya görüşünün formalaşmasında, gələcəkdə xalqın maariflənməsi naminə atacağı addımların kəsərli olmasında mühüm rol oynayır. 1894-cü ildə gənc Abbas vətənə qayıdır və o artıq əminliklə hiss edir ki, öyrəndiklərinin, görüb götürdüklərinin təkmilləşdirilməsi ilə bərabər tətbiq edilməsinin də zamanı çatıb. Məhz bu məqsədlə o, Çar hökumətinin Gəncədə açdığı Gəncə şəhər məktəbində tədrisinə icazə verilən ana dili və şəriət fənlərini məktəblilərə aşılamağa başlayır.
Ancaq onun müəllim kimi fəaliyyət göstərməsi də asanlıqla reallaşmır. Çar hökumətinin qanunlarına əsasən öz doğma şəhərində müəllimlik vəzifəsini icra etmək üçün o, mütləq Tiflis gimnaziyasında yoxlamadan keçməli və Qafqaz təhsil dairəsində bu yoxlanış təsdiq olunmalı idi. Və orada Qafqaz təhsil dairəsinə gedəndə məşhur pedaqoq Firidun bəy Köçərli ilə görüşür və onun köməkliyi sayəsində onun təsdiq olunması tezləşir. Firidun bəy Köçərli təklif edir ki, Çernyayevski ilə mütləq görüşməlidir. Azərbaycanda doğulan və Rus əsilli olan maarif, təhsil fədaisi Aleksey Osipoviç Çernyayevski ilə tanışlığı Mirzə Abbasın gələcək yaradıcı fəaliyyətini istiqamətləndirir. Çernyayevski şəxsi qəzet redaksiyasında gənc dostu ilə apardığı qısa söhbətdən sonra nəşrinə icazə almağa çalışdığı Fikir qəzetinə Gəncədən müxbirlik etməyi ona təklif edir. Gənc Abbas bu təklifi məmnuniyyətlə qəbul edir. Lakin 1894-cü ildə Abbaszadə Gəncəyə geri dönərkən dostunun ürək tutmasından dünyasını dəyişdiyini eşidir. Bu xəbər ona pis təsir etsə də, o, yeni dostu Çernyayevskinin elmi ideyalarını davam etdirmək qərarına gəlir. Ana dili və şəriət fənlərini tədris etməyə başlayır. O zaman Gəncə şəhər məktəbində yerli əhalinin arzusu ilə yaşlılar üçün bazar günü və axşam kursları da fəaliyyət göstərirdi. Abbaszadə savadsızlığın aradan qaldırılmasına xidmət edən həmin kurslarda 14 yaşdan 45 yaşa qədər olan şəhər sakinlərinə dərs keçir, onlara əlifbanı pulsuz öyrədirdi. Şəhər məktəbində işləməsi Mirzə Abbasın rus dilini mükəmməl öyrənməsinə əlverişli imkan yaradır. O, hətta 1896-cı ildə Zaqafqaziyada yeganə müəllimlər institutu olan Tiflis Aleksandrovski müəllimlər institutunda açılmış müsəlmanlar üçün qısa müddətli kurslarda iştirak edir, mütərəqqi pedaqoji metodiki fikrin inkişaf yolu ilə yaxından tanış olmaqla bərabər Kamenski, Pestalozzi, Uşinski kimi görkəmli pedaqoqların zəngin irsini öyrənməyə, onlardan faydalanmağa çalışır. 1896-cı ilin yayında sonralar Cənub-Qərb Qafqaz Türk Respublikası Nazirlər Şurasının birinci sədri olan Ömər Faiq Neymanzadə Gəncəyə gəlir və burada bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olur. Təbii ki, həmin ərəfədə Ömər Faiq ilə Mirzə Abbas arasında müəyyən tanışlıq əlaqələri yaranır və bu əlaqələr sonralar Mirzə Abbasın ictimai-siyasi baxışlarına müsbət təsir göstərir. Məhz bundan sonra Mirzə Abbas xalqı cəhalətdən qurtarmağın yeganə çıxış yolunun millətçilik və elm olduğuna daha yaxından inanır. Ömər Faiq ilə Mirzə Abbas Abbaszadənin bu tanışlığı getdikcə dostluq əlaqələrinə çevrilir və onlar bütün milli yönlü məsələlərin həllinə birgə səy göstərirlər. Ey Faiq əfəndi, baxın, Nikolay hökuməti başqa millətin nümayəndələrinə nə qədər əzəmətli binalar tikib. Onların tədrisinə həmişə yüksək qiymət verilib. Amma baxın, şəhərin birinci hissəsində harada ki, sırf Azərbaycanlılar yaşayır. Nə bir məktəb binası var, nə də ki, tədrisin səviyyəsini yüksəltmək üçün hansısa bir şərait. Düşünməliyik. Əlifbamızda dəyişiklik eləməliyik. Öz milli, yeni əlifba kitabımızı yaratmalıyıq. Mirzə, mən də təəssüflənirəm ki, müsəlmanlara qarşı belə laqeydlik göstərirlər. Amma deməliyəm ki, elə bizim də məmləkətdə vəziyyət bu cürdür. Neynəməli? Düşünüb, bir iş görməliyik. Siz bilirsiniz ki, Gürcüstanda Axalsıq rayonunda mənim doğulub, boya başa çatdığım Azqur qəsəbəsində də nə məktəb var, nə əlifba. Heç müəllim də yoxdur, Mirzə. Elə sizin köməyinizlə inşallah bizim də el-obamızda məktəblər açılar, insanlar savad yiyəsi olarlar. Ancaq bilirsiniz, bu iş çox çətindir. İndiki dövrdə, bax, belə bir
inqilabı etmək hər ikimiz üçün çox təhlükəli olardı. Amma hesab edirəm ki, kimsə özünü təhlükəyə atmasa, xalq üçün bir şey eləyə bilməz. Biz hər ikimiz bu işi möhkəm fikirləşməliyik və təkmil bir iş görməliyik. Ömər Faiqin açdığı söz-söhbətlər təbii ki, Abbaszadəni bütün pedaqoji fəaliyyəti dövründə rahat buraxmır. Onu şəhər məktəbində təkcə əlifba və şəriət dərslərini demək, tədris proqramını yeniləşdirmək, nümunəvi pedaqoji prinsiplərdən istifadə etmək yox, həm də ana dilinin təmizliyi, ərəb qrafikalı Azərbaycan əlifbasının sadələşdirilməsi, yeni dərsliklərin yaradılması, uşaqların ana dilində təhsil alması, dini fanatizmlə mübarizə və Azərbaycan qadınlarının da məktəbə cəlb edilməsi kimi ictimai mətləblər düşündürməyə başlayır. 1898-ci il aprel ayının 23-də Gəncənin Bağmallar yaşayış massivində əhalinin topladığı vəsait hesabına ilk Rus-Tatar, yəni Rus-Azərbaycanlı məktəbi açılır və məktəb gördüyünüz bu binada yerləşir. Mirzə Abbas Abbaszadə şəhər məktəbindən bu binaya köçərək, burada Azərbaycan dili və şəriət fənlərindən dərs deməyə başlayır. Və həmin dövrdə bu binada Azərbaycan dili və rus dilləri qarşılıqlı sürətdə keçirilirdi. Hər iki dil isə Aleksey Çernyayevskinin vətən dili dərslikləri əsasında səsli üsulda tədris olunurdu. Həmin dövrlərdə Rəşid bəy Əfəndiyevin İstanbulda nəşr edilən Uşaq Bağçası adlı əlifba kitabı da Gəncədə yayılmağa başlayır. Bu dərslik öz quruluşu və tərtibatı ilə Çernyayevskinin vətən dilindən fərqlənirdi. Bu kitab vasitəsilə ərəb əlifbasını şagirdə 6 aydan az vaxtda öyrətmək çətin olduğu halda, Uşaq Bağçası ilə bu əlifbanı 1 ay müddətində öyrətmək mümkün idi. Sonra Mirzə Fətəli Axundzadə də əlifba layihəsi hazırlamışdı, onu həyata keçirməyə nail olmadı. Ancaq ortada bir dərslik kimi akademik Hüseyn Əhmədovun 19-cu əsr Azərbaycan məktəbi kitabında da bu barədə geniş məlumat var. Yəni İrəvanlı müəllim də adı yadından deyil də, yəni başqa İrəvan quberniyasında işləyən, yaşayan müəllimlər, ondan sonra Tiflisdə, Bakıda yaşayan müəllimlər, o cədidizm hərəkətinin nümayəndələri belə dərsliklər hazırlamışdı. Ancaq o dərsliklərin çoxunun çapına o vaxtda çar senzurası icazə vermirdi. Və bütün bu vəziyyət ora gətirib çıxartdı ki, Mirzə Abbas Abbaszadə Rəşid bəy Əfəndiyevin Uşaq Bağçası adlı əlifba kitabından sonra özü də əlifbada sadələşdirmə aparmaq yolunu tutur. Beləliklə, şagirdlərin işini xeyli yüngülləşdirən əlifba islahatlarını Mirzə Abbas Abbaszadə böyük sevinclə qarşılayır. O, ərəb əlifbasının sadələşdirilməsinin tərəfdarı idi və məhz buna görə də əlifbanın Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmasına xüsusi metodik qiymət verirdi. Məhz bundan sonra Mirzə Abbas Abbaszadə özü də əlifbada yeni orijinal islahatlar aparmaq, həmçinin yeni pedaqoji metodiki prinsiplər əsasında əlifba dərsliyi yaratmaq qərarına gəlir. O dərsliyi ki, sonralar böyük ədibimiz Mircəlal Paşayev, akademiklər Həmid Araslı, Əli Quliyev, Çingiz Cuvarlı, Mirəli Qaşqay, bəstəkar Qəmbər Hüseynli, xalq artisti Adil İskəndərov əlifbanın sirlərinə məhz Abbaszadə dərsliyi ilə yiyələnəcəkdilər. Kitab var, kitab var, Azərbaycan dilində ilk kitab var, Azərbaycan dilində ilk kitab. Beləliklə, Mirzə Abbasın adını Azərbaycan tarixinə yazdıran əlifba dərsliyi hazırlanır. Dərsliyin üz qabığında senzuranın Tatarskaya azbuka yazdırmasına baxmayaraq, müəllif içəridə onun 1-ci il Türk əlifbası adını saxlaya bilir. Abbaszadə hətta üz qabığında gedən Yelizavetpol əvəzinə titul vərəqində Gəncə adının getməsinə də nail olur. Kitab var, kitab, Azərbaycan dilində ilk kitab. Hangi kitab var, kitab, Azərbaycan ilk kitab. Kitabın üzərində bir sözdə yazılır. 25% güzəştlə satılır. Kitab var, kitab, Azərbaycan dilində kitab. Əvvəlcə Gəncə quberniyasının məktəblərində geniş yayılan Abbaszadənin əlifba kitabından sonralar Gürcüstan, Kazan, Krım, Türkistan,
İstanbul, Qars və Orta Asiyanın təlim Azərbaycan dilində olan məktəblərində də əsas dərslik kimi istifadə edilir. Nəhayət, pedaqoji fəaliyyətinin əvvəllərindən yeni tipli məktəblərdə çalışması, dövrün Ömər Faiq Neymanzadə, Firudin bəy Köçərli, Aleksey Osipoviç Çernyayevski və Nəriman Nərimanov kimi qabaqcıl ziyalıları, maarifçiləri ilə şəxsən görüşüb söhbət etməsi Mirzə Abbas Abbaszadəni məktəbin, maarifin, ana dilinin tərəqqisinə xidmətə, pedaqoji metodik yaradıcılığa, yeni əlifba kitabının yazılmasına səfərbər edir. O, Rus-Azərbaycan məktəbində işləməyə başlayarkən, əlifbada apardığı islahatlar əsasında birinci il əlifba dərsliyi tərtib edərək əlyazma şəklində 1900-cü ildə Gəncədə çap etdirir. Babam 7 ilin içində bu əlifba kitabını hazırladı, daş basma usulü ilə və gizli sürətdə birinci nəşri Gəncə cəmaatına və Azərbaycan xalqına yavaş-yavaş payladı bunu. Buna görə də bunu neçə dəfə qubernator çağırdı şəhərin. Bunu çox incitdilər. 12 ildə sürgün elədilər. Amma bu gənə yolundan dönmədi. O əlifbanı yaratdı, təşkil elədi. O zaman Gəncədə mühümmatçılıq çox dərin kök salmışdı. Bu mühümmatçı mollalar, savadsız mollalar da çox idi. Bax bunlar orada əlifbada öz əksini tapan şeirlərdir, mətinlərdir. Bu mətinlərdən onlara xoş gəlmir və onlar həmin əlifbiyə qarşı, Mirzə Abbasın özünə qarşı üsyana qalxırlar. Və Mirzə Abbas da ehtiyat üçün həmişə onlardan gizlənməyə çalışır. Müəllimlərdən Mehralı bəy Muradov və Məmməd bəy Xəlilov gizli surətdə uşaqlara ana dilini öyrədirdilər. Şəhər məmurlarına var ki, elə bir iyi bilirlər zalım uşağı. Dərsin şirin yerində girirdilər, çantadan əlifba kitabını çıxardırdılar, yandırırdılar, məhv edirdilər. Ona baxmayaraq yenə gizli surətdə uşaqlar ana dilini öyrədirdilər. Qiymətlər alın, yaxşı oxuyun. Bizə siqnal gəldi ki, siz burada uşaqlara Azərbaycan əlifbasından dərs keçirsiniz. Məyər sizə tapşırıq verilməyib? Unutmuşsunuz bunu? Axtarın! Ay başınıza dönüp siz bu milletten ne istiyorsunuz? Biz burada təkcə Azərbaycan dili yox, Rus dili dersi de keçirik. Kayseri'yle Maraş'ı eləmeyin, boy dersimizi keçirik. Unutmuşsunuz deyəsən, dövlət dilimiz Rus dili olduğunu. Atın bayrağı və oy vurun! Yandı! Yandırma! Unutma ki, Azərbaycan əlifbasından keçirilən bütün dərsliklərin hamısının aqibəti bu gündədir. Bu gündə də olacaq. Yox, insafınız olsun, yandırmayın. Yandı! Sizi sonuncu dəfə xəbərdarlıq edirəm. Bir daha Azərbaycan əlifbasından dərslikləri eşitmiş olsam, dərs keçdiyinizi eşitmiş olsam, sizi birbaşa Sibirə göndərəcəm. Sizə dərs oldu. Getdik. Baş verən hadisədən bir gün sonra qubernatorun yanına çağrılan Abbaszadə xeyli tənqid olunur və o da sürgündən yaxa qurtara bilmir. Təqiblər və hədə-qorxular isə 1907-ci ilədək davam edir. Lakin Abbaszadə sürgündən qayıtdıqdan sonra da yalnız Rus-Azərbaycan məktəbində ana dilini və şəriəti tədris etməklə kifayətlənmir. O eyni zamanda hava, su kimi lazım olan uşaqlar üçün dərs kitabları da hazırlamaqla məşğul olur. Siz bilərsiniz ki, böyüklər üçün əsər yazmaq çox asaddır. Roman da yazmaq azaddır. Amma uşaqlar üçün dərsi hazırlamaq, onun psixologiyasını bilmək, pedagogikasını bilmək, yaş xüsusiyyətlərini bilmək, bütün bunları nəzərə alaraq elə dərsə yazmaq ki, onu bütün ictimaiyyət qəbul eləsin, dünya qəbul eləsin. Abbaszadənin dərsliyini şərt dünyası qəbul elədi. Mən birinci dəfə çatdıram yurdaşa, arxivdən bunu mən tədqiq elimizə çıxartmışam. Allahın 1001 adından biri bayatçı sözdür. Məhz
Demək Abbaszadə öz dərsliyini Allah sözü ilə başlayır. Mən o zaman bütün Materedaranda, Tiflisdə, Kırımda, Aşqabadda, Moskvada arxivləri arayır, talayırdım. Mən ilk dəfə Materedaranda, yəni Erməni arxivində mən Aroyan adlı bir nəfərin kitabında Mirzə Abbas Abbaszadənin, Mirzə Məhəmməd Axundzadənin adlarına rast oldum. Onlar göstərdilər ki, bunlar türkdülər, amma mahir pedaqoqdular. Bunlar ərəb, fars, türk dillərini gözəl bilirlər, həm müəllimdilər, məktəbdar, müdərrisdilər, həm də dərslik müəllifləridir. 1901-ci ildə onun çalışdığı məktəbdə qız şöbəsi təşkil edilir. Savadlı qadın müəllimi olmadığından orada da ana dili və şəriət fənlərini tədris etmək Abbaszadiyə tapşırılır. O həm oğlan, həm də qız şagirdlərinin dərsliyə ehtiyacını nəzərə alaraq birinci şöbə üçün şəriət dərsi və ikinci şöbə üçün şəriət dərsi adlı 2 kitab hazırlayıb 1901-ci ildə Gəncədə nəşr etdirir. Ancaq həmin dərsliklər dini fanatizmin və mövhumatın dərin kök saldığı Gəncə mühitində maarif düşmənləri tərəfindən məzəmmətlə qarşılanır. Bu Mirzə Abbası nə pedaqoji işdən, nə də metodiki yaradıcılıqdan ayıra bilmir. 1906-cı il avqustun 15-də Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilir. Qurultayda iştirak etmək üçün Gəncədən gedən nümayəndələr arasında Mirzə Abbas Abbaszadə də təmsil olunur. Bu, onun həyatında mühüm rol oynayır. İkinci qurultayın Gəncədə keçirilməsi haqqında qərardan ruhlanan Mirzə Abbas bu istiqamətdə aparılan hazırlıq işlərində böyük həvəslə iştirak edir. Onu da deyim ki, ikinci qurultayı Gəncədə keçirmək istəmişlər ki, mərkəzdə yerləşir Gəncə, o da Quberniya mərkəzi böyük, ancaq Bakıda keçirilən birinci qurultayda ancaq Bakı Quberniyasının müəllimləri iştirak eləmişdirsə, Gəncədə nəzərdə tutulur ki, bütövlükdə Respublika, Qafqaz regionunu əhatə eləsinlər. Əvvəl razılıq alındı, sonra razılıq vermədilər, ikinci də Bakıda keçirildi. Qurultayın da əsas məqsədi nə idi? Ana dili dərslərinin inkişafı ilə bağlı ona uyğun yeni tipli dərsliklərin, proqramların hazırlanması və yeni düşüncə tərzində olan müəllim kadrlarının hazırlanması. Mirzə Abbas da buna hazır idi, öz dərsliyi ilə ortada. Artıq Azərbaycan müəllimlərinin birinci, ikinci qurultaylarından sonra bütün maarif xadimləri kimi, müəllimlər kimi dərslik yazanların sayı çoxalıb, tədris vəsaitlərini yazanlar çoxalıb, artıb. O cümlədən Mirzə Abbaszadə həmin müəllimlərdən biri idi. Böyük maarifçinin ictimai fəaliyyətinin ən məhsuldar və ən cəsarətli dövrü bu qurultaylardan sonra başlayır. Və məhz 1907-1908-ci illərdə Rus-Azərbaycan məktəbinin müəllimi olaraq Mirzə Abbas Abbaszadənin 7 kitabı nəşr olunur. Ancaq buna qədər 1900-1901-ci illərdə böyük qara güruhla qarşılanan birinci kitab əlifba, ikinci kitab qiraət və şəriət dərslikləri ikinci dəfə çap olunur. Eyni zamanda Mirzə Abbas Abbaszadənin Türk dili qiraət və Letaif adlı dərs vasitələri, həmçinin müəllimlərin işinin asanlaşdırılmasına görə Məşq Məcmuəsi adlı yeni metodik kitabı da nəşr olunur. 1905-1907-ci illər birinci Rus inqilabı Gəncədə yeni həyat, maarif və məktəb uğrunda mübarizəyə təkan verir. Sənət məktəbi, kişi və qadın gimnaziya şagirdlərinin inqilabi nümayişə çıxmaları, erməni təcavüzünə qarşı Difai Milli Müdafiə Təşkilatının yaradılması, yeni nəşrə başlayan Həyat, İrşad, Füyuzat, Molla Nəsrəddin və digər qəzet və jurnalların Gəncəyə gəlib çıxması, Rusiyanın müxtəlif ali məktəblərini bitirib doğma yurda qayıdan gənclərin inqilabi ideyaları təbliğ etməsi, xeyriyyə cəmiyyətlərinin fəaliyyətə başlaması, Gəncə bələdiyyəsinə daha çox Azərbaycanlıların seçilməsi, ictimai, siyasi və milli şuurun oyanmasına ciddi təsir göstərirdi. Həmin dövrdə Mirzə Abbas daha çox Tiflisdə nəşr edilən Molla Nəsrəddin jurnalını oxuyur, yazılar və şəkillərdə məsxəriyə qoyulan, ifşa edilən xalq düşmənləri ilə bəylər, xanlar, qoçular, tacirlər, din xadimləri və fırıldaqçılarla tanış olur,
onları məktəbdə, ictimaiyyət arasında başqalarına da tanıdırdı. Belə düşmənlərin Gəncədə də olması və onların törətdiyi əməllər barədə özü də jurnala məktublar yazır, yaxud Tiflisə gedərək köhnə dostu Ömər Faiqlə görüşüb məktubları şəxsən ona təqdim edirdi. Mirzə Abbas bu məktublara Mollazadə və yaxud A. Mollazadə kimi gizli imzalar qoyurdu. Bu imzalardan istifadə edərək Mirzə Abbas 1907-ci ildə 2 kitab da çap etdirir. Molla Nəsrəddinin təsiri altında ərəb dilindən tərcümə etdiyi Lətifələr kitabı Letaif adı ilə Ömər Faiqin Qeyrət mətbəəsində Tiflisdə nəşr olunur. İkinci kitabı olan Türk dili və yaxud Türkcə qiraət adlı dərs vəsaiti isə 2-ci sinifdə şagirdlərə oxutdurmaq üçün tərtib edilir və Gəncədə Əskər Hacı Həsənzadə qardaşlarının mətbəəsində nəşr olunur. Müxtəlif illərdə şəriət dərsi, qiraət-i farsi, əlifba kitablarını bir neçə dəfə nəşr etdirən Mirzə Abbas eyni zamanda dövrünün tanınan folklor toplayıcısı olur. Təkcə 1914-cü ildə onun 3 kitabı, Əlifba, Şəriət dərsi təkrar, Arvad ağısı adlı bayatı, Haxışda, Layla, Agümbey və digər folklor nümunələrindən ibarət kitabı isə ilk dəfə nəşr edilir. Toplu 90 ildən sonra 2004-cü ildə folklorumuzun elmi əsaslarla nəşr olunan ilk antologiyası olaraq yenidən çap edilir. Mirzə Abbas Abbaszadənin Arvad ağısı kitabının izinə düşdük, necə deyərlər. Çünki müxtəlif arxivlərdə baxdardıq, tapdıq. Çünki dərsliklərimizdə var, amma kitabın özü əlimizdə yox idi. Onu tapdıq, bu əlifbaya çevirdik. Əgər Mirzə Abbas Abbaszadə Azərbaycan folklorşünaslığının tarixində ilk toplu tərtibçisidirsə, onun bu kitabı, Arvad ağısı kitabı isə elmi prinsiplərə əsaslanmış ilk folklor toplu kitabımızdır. Onun dövründəki ziyalıların çoxsu bayatın adını çəkib. Amma bu görün nə qədər həssas bir adamdır. Haxşsaları, agülməkləri dəstəyə gətirib. Haxşsa bizcə Naxçıvandadır. Bir də Qarabağda Ləmbərən kəndindədir. 2 yerdən. Bax, bu haxşsalar necə əldə edib, necə gəzir. Demək, bu adam həm gəzirmiş, xalqın arasındaymış, bunları öyrənirmiş. Salam uşaqlar. Salam. Əyləşin. Bugün sizə Əlifba kitabının içərisindən bir mətn söyləyəcəm. Orada oğula da, qıza da oğul deyirlər. Yaxşı diqqətlə qulaq asın. Oğul gəl get. Oğul gəl get məktəbə. Fikir ver hər mətləbə. Ağlın, kəmalın olsun. Qoşulma bir ədəbə. Aman, aman övladım. Gözlə batmasın adın. Bu nə deməkdir? Yəni, oğul gəl get məktəbə, fikir ver hər mətləbə. Məktəbə gedəndə oturmağınıza, durmağınıza, müəllimin sözünə qulaq asmağa və s. Ağlın, kəmalın olsun, qoşulma bir ədəbə. Biz uşaqlara qoşulmayın, ədəbsiz uşaqlara qoşulmayın. Əman, əman övladım, gözlə batmasın adın. Elə eləyin ki, valideyninizin adı heç vaxt pis cəhətdən çəkilməsin. Onun adını yüksəklərə qaldırın. Birinci Rus inqilabının 1907-ci il məğlubiyyətindən sonra Stolypin irticası dövrü başlanılır. İnqilab zamanı tədris planlarından ana dili çıxarılır və təbii ki, bu Mirzə Abbas Abbaszadədən neyan keçmir. Abbaszadə Rus-Tatar məktəbini tərk etməyə məcbur edilir. 1908-ci ildə Mirzəni yaxından tanıyan Abdullah Tofiq Sur onu Yelizavetpol Müsəlman Ruhani Seminariyasına dəvət edir və Abbaszadə orada da öz mütərəqqi fikirlərini davam etdirməyə başlayır. Lakin 1912-ci ildə Abdullah Tofiq Sur vəfat edir. Mirzə Abbas Abbaszzadə isə yolunu yenidən şəhər məktəbinə salır və 1917-ci ilədək orada çalışır. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması Mirzə Abbas Abbaszadənin də qayğılarını artırır. Müharibə zamanı türk xalqları fəlakətlərlə üzləşir.
Türkiyənin Qars və Ərdahan əyalətlərində yerli Azərbaycanlıların yaşayış məntəqələri dağıdılır, sağ qalanlar uzaq kənd və şəhərlərə qaçırlar. Qarsdan 300 nəfərə yaxın qoca, qadın və uşaq Gəncəyə pənah gətirir. Onların yerləşdirilməsi ilə məşğul olan Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi komissiyanın üzvlərindən biri də Mirzə Abbas Abbaszadə olur. O, həm də yetim uşaqları məktəbə cəlb edir, onlara dərs kitabları, dəftər, qələm alıb verirdi. O cəmiyyət ona görə yaranmışdı ki, Gəncədə deməli o cəmiyyətin üzvləri həm ziyalılar vardı, həm tacirlər vardı. Hər bir adam onun üzvü ola bilərdi. Ora pul keçirirdilər, pullar yığılırdı və Gəncə cəmiyyətinin kimə lazım olurdu oradan xeyriyyəçi eləməyə, kömək eləməyə, o cəmiyyət ona kömək edirdi. Babam da o cəmiyyətin üzvüydü, ayda 5 manat pul keçirirdi. 5 manat o vaxtda böyük pul idi. Təhsil onun üzvlərindən olmur. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvlərindən olur. Gəncə Nəşr Maarif Cəmiyyətinin üzvlərindən biri olubdur, təşkilatçılarından biri olub. Teatr Cəmiyyətinin təşkilatçılarından və fəal üzvlərindən biri olub. Müharibənin evsiz, eşiksiz, kimsəsiz qoyduğu qocalar, qadınlar və uşaqlar Gürcüstanın Axalsıq rayonundakı Azqur kəndinə də pənah gətirirlər. Burada məşhur Molla Nəsrəddinçi Ömər Faiq Neymənzadə bütün işlərini bir kənara qoyub qaçqınlara, didərginlərə həyat şəraiti yaratmaqla, onlara xəstəxana açmaqla məşğul idi. Lakin xalqın maariflənməsi üçün məktəb və müəllim kadrları çatmırdı. Məhz bu səbəblə Axalsıq nahiyəsi Milli Komitəsinin rəhbəri, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Ömər Faiq Azqurdakı bu problemi əsaslı şəkildə həll etmək qərarına gəlir. O, vaxtı ilə Gəncədə Mirzə Abbasla olan söhbəti xatırlayır və əminliklə bilir ki, Mirzə Azqur əhalisinin təhsilində öz töhfəsini verə bilər. Gəncəyə məktub yollayan Ömər Faiq 1917-ci ilin yayında Gəncədən Ali İbtidai Məktəbin Türk dili müəllimi Mirzə Abbas Abbaszadəni Azqura dəvət edir. Həmin vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət nisbətən qənaətbəxş idi. Məhz bu səbəbdən Mirzə Abbas 20 illik dostunun bu dəvətini qeyd-şərtsiz qəbul edir. Ailəsini də götürüb Axalçıqa yola çıxan Mirzə özü ilə tək əlifba kitablarını yox, məktəblilər üçün zəruri ola biləcək bütün dərs vəsaitlərini də aparır. Buradakı müəllimlər və valideynlər əlifba təlimini Abbaszadənin 1-ci il əlifba dərsliyi ilə keçdikləri ilk günlərdən müəllifin əlifba tədrisindəki bacarığını yüksək qiymətləndirərək ondan məktəb açmasını xahiş edirlər. Bir çox isrardan sonra Abbas əfəndi orada qalıb biri oğlan, biri qız məktəbi olmaq üzrə 2 məktəb açır. Beləliklə, Mirzə Abbas 1917-1918-ci dərs ilinin sonunadək Azqurda qalıb pedaqoji fəaliyyətini davam etdirir və Ömər Faiqin özünün yaratdığı Müsəlman Xeyriyyə Cəmiyyətinin xətti ilə Axalsıq nahiyəsində gördüyü əhəmiyyətli ictimai-siyasi və mədəni maarif işlərində onun ən yaxın köməkçisi olur. Bir ildən sonra 1918-ci ildə Gəncəyə Nur Paşa gəlir. Siz bilirsiniz, Nur Paşanın böyük olur, sərkardardır Türk. Gəncəyə gələndə Ömər Faiqlə Mirzə Abbas öz ailəsində götürüb Gəncəyə gəlir. Bu vaxtda Nur Paşaya burada söyləyirlər ki, Mirzə Abbas belə bir müəllimdir, mütəfəkkirdir. Gedib Axalsıq rayonunda da məktəb açıb, ona böyük qiymət verir. Deyir, onun mütləq onun yubileyini keçirmək lazımdır. Beləliklə, Nuru Paşanın bu təklifi eyni zamanda Gəncə Türk Müəllimləri İttifaqının da dəstəyi ilə cəmi bir ildən sonra 1919-cu il may ayının 23-də
böyük maarifçinin pedaqoji fəaliyyətinin 25, anadan olmasının 50 illiyi təntənəli şəkildə qeyd edilir. Yubileyin keçirilməsi ilə bağlı böyük istiqlal şairi Əhməd Cavad öz xatirəsində belə qeyd edir ki, mərasimə bütün siyasi partiyaların, ittifaqların, cəmiyyətlərin nümayəndələri, görkəmli maarifçi ziyalılar toplaşıb, ona təbrik teleqramları ünvanlayırlar, gördüyü işləri yüksək qiymətləndirirlər. Əhməd Cavad yazır ki, o yubileydə Mirzə Abbasın əlifba tədrisində aramızda taya bərabər yoxdur. Ha belə onun birinci kitabı Türk dünyasının birinci əlifbasıdır. Əlifba aşığı bulunan bu müəllim 25 illik müəllimlik dövründə yaşadı. O yaşamaqla o sənətinin millətini sevdi. Həm də olsun millət bugünü onu təqdim ediyor. O yubileydən deməli 130 nəfər yubileydən sonra birinci onu çox maraqlıdır ki, həmən yubileyə babamı evdən avtomobillə gətirirlər. 4 adlı sanlı müəllim. İdris Axundzadə, Əskərzadə, Abdullah Əfəndi və başqa 4 müəllim, bunu adlı sanlı müəllimlər avtomobillə gətirirlər yubileyə. Yubileydə bunu çox yaxşı qarşılayırlar. Tərcümə halı Əhməd Cavad söylüyor. Bu həmən sözlərdə Əhməd Cavad orada demişdi. Mirzə Abbasa böyük qiymət vermişdi. Əhməd Cavad öz xatirələrində onu da qeyd eləyir ki, tədbirin sonunda yubiley iştirakçıları üçün gördüyünüz binanın qarşısında 105 nəfərdən ibarət Avropa qılıqlı və İslam ruhlu bir süfrə açılır. Süfrə yığıldıqdan sonra isə tədbir iştirakçıları Mirzə Abbas Abbaszadənin ətrafına toplaşaraq bir xatirə şəkli çəkdirirlər. Şəkil 70 ildən sonra Mirzə Abbas Abbaszadənin böyük oğlunun arxivindən tapılaraq üzə çıxarılır. Və demək olar ki, bu şəkil o dövrdən, Cümhuriyyət illərindən bugünümüzə yadigar qalan ən qiymətli sənət əsərlərindən biri hesab olunur. Onu da demək yerinə düşər ki, həmin şəkil məhz gördüyünüz binanın hazırda İncəsənət Mərkəzi kimi tanıdığımız bu qədim binanın qarşısında çəkilib. Şəkildə yubiley iştirakçılarından bir qismini tanımaq mümkündür. Budur onlar: Xudadat bəy Rəfibəyli, Əliyağa Şıxlinski, Səməd bəy Mehmandarov, Hüseyin Cavid, Əhməd Cavad, Cəlil Məmmədquluzadə, Üzeyir Hacibəyov, Səmədağa Ağamalıoğlu, Firudin bəy Köçərli, Fərhad Ağazadə, Mahmud bəy Mahmudbəyov, Əli Nəzmi, Əli Razi və Mirzə Məhəmməd Axundzadə. Bu adamların təhsil adları Mirzə Abbas Abbaszadənin əhatə dairəsi, onun nüfuz dairəsi haqqında çox şey deyir. Fotofaktdır. Yəni, Nərman Nərmanov da, Cəlil Məmmədquluzadə də, digər başqaları da Mirzə Abbası necə qiymətləndirirlərsə, onun həmən 40 illiyində, yəni öz yerinə ailə yubileyi keçirməyib. Yəni, ictimai-mədəni bir hadisə çevrilib, dövrün qabaqcıl görüşdü. Görürsünüz, Nərmanov kimi siyasi xadim, Cəlil Məmmədquluzadə ictimai xadim, Hacı Kərim Sanılı yenə. Yəni, belə bir həm ictimai, mədəni, pedaqoji, həm də siyasi xadimlərin əhatəsində idi Mirzə Abbas Abbaszadə. Və bu da onun fəaliyyət dairəsinin kifayət qədər genişliyini göstərir. Cümhuriyyət illərində milli himnimizin, bayrağımızın qəbul edilməsi kimi Mirzə Abbas əlifbasının təsiri altında Azərbaycanda xalq maarifi milli əsasda yenidən qurulurdu. Abbaszadə həmin illərdə öz elmi pedaqoji və ictimai fəaliyyətini genişləndirir, gənclərin tərbiyəsində xalq pedaqogikasından, milli pedaqoji sərvətlərdən, ictimai, mədəni və tarixi örnəklərdən istifadə edir, məqalələr yazıb, ayrı-ayrı qəzetlərə göndərirdi. Azərbaycan qəzetinin 1920-ci il 15 mart tarixli sayında dərc etdirdiyi Gəncədə 50 ildən bəri Novruz bayramı tarixçəsi adlı məqalə xatirəsi isə öz aktuallığını bugün də saxlayır. Və nəhayət, 1920-ci il yetişir. Aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. May ayında milli hökuməti bərpa etmək məqsədi ilə Gəncədə qiyam baş verir. Qanlı döyüşlər zamanı nəinki üsyançılar, hətta Azərbaycanın düşünən beyinləri belə dondurulur. Özü də əbədi olaraq. Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski,
Həsən bəy Ağayev, Xudadad bəy Rəfibəyli kimi Mirzə Abbas Abbaszadə də satılmış ermənilər və gözünü qan ötmüş Sovet ordusunun qurbanına çevrilir. Mirzə Abbas sənsən? Mənəm oğlum. Hə Mirzə, sənin əməllərindən əl çəkməyin barədə sənə xəbərdarlıq eləmişdik. Bəs o sənin qurduğun hökumət hanı? Hə? Hanı qurduğun hökumət? Hə, nəysə, hökumət bir yana, bəs qızıllar hanı? Oğul, qədəsin alın. Müəllimlər kəsib adamlar. Müəllimlərin heç vaxt qızıl olmayıb. Hə, boş-boş danışma, qırağa dur. Dayanın, evdə arvad uşaq var. Qorxuzlar suları, nə yeyirsiniz? Gözləyin. Hə, hanı qızıllar? Qızıllar hanı? Boyaq məni itələyib keçirsiniz. Mənim ailəmdən nə istəyirsiniz? Nə verib ala bilmirsiniz? Qızıllar hanı? Yerini ya de. Ya qızılları ver, ya da uşağı öldürəcəyik. Minə, dur, nəyim var bil? Komandir, tapdıq. Bax belə. Gördün qoca, inatkarlığın sənin axırına çar. Sənin hökumətin hanı bəs? Sənə kömək eləmir. Əlifbanızın da sonu çatdı. Hökumətinizin də. Onu bilin ki, nə qədər Azərbaycan var, nə qədər milli əlifbamız var, mən öz amalımdan əl çəkməyəcəm. Bu da sənin amalın. Ne oldu bana? Ona tüfeğ sesiydi. Baba, atamı vurdular. Ne? Cəmi bir gün sonra həmin əskərlər yenidən Mirzənin evinə gəlirlər və hələ götürülməyən meyitlərin üstündən keçib, onun kitablarını, əlyazmalarını bir atlı arabasına qoyub aparırlar. Evdəkilərə əhəmiyyət vermirlər. Qorxularından nə Mirzənin həyat yoldaşı, nə də oğlu meyitləri yerindən tərpədə bilmirlər və Mirzə Abbasla atasının nəşi yayın qızmar istisində düz bir həftə evin ortasında qalır. Lakin bir həftədən sonra ara nisbətən sakitləşəndə qohum-qonşu yığılıb meyitləri Zərrabi məscidinə aparırlar və orada dəfn edirlər. Mirzə Abbas və atasının məzarı 1936-cı ilə kimi Zərrabi məscidində qalır. Lakin həmin il verilən bir əmrə əsasən ailəsi şəhidlərin nəşlərini məsciddən çıxarmaq məcburiyyətində qalırlar. Bu işə Mirzə Abbasın bacısı Məşədi Məsmər rəhbərlik edir. O, qardaşı və atasının məzarlarını Zərrabi məscidindən Səbiskar qəbirstanlığına köçürür. Çox maraqlı hadisələrdir. 1918-1920-ci illər. Bizim o cümhuriyyətinin, demək olar ki, rəhbəri, o cümhuriyyəti quranlardan biri, böyük şəxsiyyət, dahi bir insan Məmməd Əmin Rəsaidə babama böyük qiymət verir. Babama 1920-ci ildə qapının ağzına gülləyəndən sonra öz Azərbaycan Cümhuriyyəti kitabında 33-cü sırada babamın adını çəkir. Yazır ki, Azərbaycan qurbanlarından bir listə. Yəni, Bolşeviklər tərəfindən Mirzə Abbas güllələndi, şəhid oldu. Bugün biz onu heç vaxt yaddan çıxartmamalıyıq. O, xalqına, millətinə qulluq elədi, o yolda şəhid oldu. 33-cü nömrədə yazır Mirzə Abbas. Pedaqoji sahəsində qiymətlər əməkləri ilə məruf müəllimlərdən, yəni tanınmış müəllimlərdən. Maraqlı odur ki, ikinci dəfə müstəqilliyə çıxandan sonra həmən qiyməti, ondan da üstün qiyməti, ondan da dəfələrlə üstün qiyməti ulu öndərimiz, ümumi liderimiz Heydər Əliyev verdi. Ona nəinki adını, ona quça qoydurdu, mətəf qoydurdu, heykəl qoydurdu. Mirzə Abbas əlifbası 1933-cü ilə kimi Azərbaycanda əsas tədris vəsaiti olur. Buna baxmayaraq 70 il haqqında danışılmağa qalar qoyulur.
Azərbaycanın ikinci müstəqilliyi illərində nəhayət ki, xatirəsi əbədiləşdirilən ziyalının yaşadığı evin divarına xatirə lövhəsi vurulur. Gəncənin ən böyük prospektlərindən olan keçmiş Çaparidze küçəsinə Mirzə Abbas Abbaszadənin adı verilir. Gəncə Dövlət Universitetinin yanında və 20 saylı şəhər orta məktəbin həyətində büstü qoyulur. Həmin məktəb Mirzə Abbas Abbaszadənin adını daşıyır. İki qız və iki oğul atası olan Mirzə Abbasın övladları da öz qorxmazlığı və şücaəti ilə demək olar ki, atalarının yolunu davam etdiriblər. Böyük oğlu Mehdi Abbaszadə SSR xalq müəllimi, kiçik oğlu Ənvər Abbaszadə isə 2-ci Dünya müharibəsi illərində Armando ləqəbi ilə İtaliya Partizan Hərəkatının üzvü və eyni zamanda İtaliyanın milli qəhrəmanı adına layiq görülən qiymətli Azərbaycan övladı idi. Bu nəslin ən kiçik yetirməsi olan balaca Mirzə Abbas Abbaszadə də böyük maarifçinin Səbiskar qəbirstanlığında yerləşən məzarını ziyarət etməklə babasının böyük irsinin davamçısı olduğunu göstərir. Bu o deməkdir ki, su gələn arxa bir də gələr.